Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərimiz, dəyərli dostlarımız. Bu günlərim gəlmişik hara? Binə qəsəbəsinə, İmam Həsən Məscid küçəsinə. Keçsən sonra bir söhbət eləyərik. Bir dənə qəşəng, bir dənə evin çəkilişinə, evin hər bir tərəfinə keçidimiz var. Əsas orada kommunallarımız var, qaz, işığı, dövlət suyu nə qədər var. Bütün kuruq evin bölünə keçid var. Dəyərli dostlar, həyətin daşı çox gözəlliklə döşənli. Dostlar, harada qaldı bu operator? Operator, gəl. İlk əvvəl özə deyim ki, sizə qonaq otağından başladıq. Çox səliqəli, gözəl bir qonaq otağı, zövqlə aboylar qurulub. Burada 4 otaq inşallah bu. Mətbəxtimiz. Mən bugün ancaq 4 otaq çəkirəm. Bugün söz vermişəm ki, çox çəkməyəcəm. Mətbəxtimiz, qapılarımız qəşəng. Örtüyə görə örtülür, yoxsa şişir? Yox, örtülür. 3 dənə yataq otağı, 1 dilsk otaq, 2 dənə bu sanuzel, sanitar. Baxın dostlar, bu da böyük bir ailə yataq otağı. Evimizin kommunalları mövcud olan bir, yəni mövcuddur. Üçü də qaz, işıq, su, qiymət 73.000. Obje gəlib razılıq yazıyorsunuz. Almaq sizlikdir, mənlik deyil. Mən pulum olsaydı özüm alardım. Amma canlı Allah xeyir versin, sağ olsun.